بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم وعلى آله الطاهرين سيما بقية الله في الأرضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Ötən günlərdə, məclislərdə Allahın möminlərə buyurduğu xitablardan birincisin belə oxuduq ki, buyurur: Ya eyyuhəl-ləzīnə āmenū āmenū billah və rəsulih. Ay möminlər, iman gətirin Allaha və Allahın rəsulinə. İslam peyğəmbərə iman gətirmək Allahın Quranda möminlərə xitablarından biridir və peyğəmbərləri tanımaq üçün, onların sözünə inanmaq üçün neçə yol var ki, biz onları keçən günlərdə oxumuşuq. Biri də onlardan budur ki, peyğəmbərlər əllərində sözlərini sübut eləmək üçün möcüzələri ola. Möcüzənin də mənasını oxuduq ki, möcüzə xariq-i adət bir işdir, adətdən kənar və insanlar heç birisi o işi ki, peyğəmbər möcüzə kimin eləyir, heç bir insanda o imkan, o qüdrət yoxdur ki, o işi eləsin və peyğəmbərlər də bütün insanları dəvət edirlər ki, əgər siz inanmırsınız mənim sözümə, mən bu möcüzəni eləyirəm. Siz də gəlin bu möcüzədən eləyin. Bütün insanların hamısını dəvət eləyir. Keçmişdə peyğəmbərlərin hamısının möcüzəsi olub, amma peyğəmbərlərin ən mühümləri 5 dənə ülül əzmidir. O 5 dənənin möcüzələrindən nümunə olaraq bəzilərin keçən günlərdə oxumuşuq. Birinci ülül əzm peyğəmbər Nuh peyğəmbərdir ki, o barədə bir gün danışmışuq. İkinci ülül əzm peyğəmbər Həzrəti İbrahimdir. O barədə də bir gün lazımlı qədər danışmışuq. Üçüncü ülül əzm peyğəmbər Həzrəti Musadır. Dünən onun barəsində qısaca da olsa bir məlumat və bəzi möcüzələrindən oxuduq. Dördüncü ülül əzm peyğəmbər Həzrəti İsa Məsih əleyhissalatu vəssalamdır. İsa Məsihin barəsində bir balaca mən məlumat verirəm. Ondan sonra onun barəsində Quranın ayələrin oxuyaq ki, bizə Həzrəti İsa'nın möcüzələrindən danışır. Həzrəti İsa peyğəmbər 570 il İslam peyğəmbərin viladətindən və təvəllüdündən qabaq dünyaya gəlib. 570 il
İsa Peyğəmbər anası Məryəmdir, amma onun atası yoxdur. Çün Allah onu Məryəmə möcüzə yolu ilə mərhəmət eləyib. İsa Peyğəmbər 12 yaşından üləma məclisinə qədəm qoyub, daxil olub, qarışıb onlara və onlarla diyaloqa girib, bəhs eləyib. Amma 30 yaşından Peyğəmbər olub. Hələ Peyğəmbər olmamışdan əvvəl də həm dünyaya gəlməsi və həm də onun həyatında möcüzələr görünmüşdü. Lakin rəsmi surətdə 30 yaşında Peyğəmbərlicə o təyin olub. Neçə il Peyğəmbər olub? Neçə? Həzrəti İsa Peyğəmbərin Peyğəmbərlici 3 il olub hamısı və 3 ildən sonra da istəyiblər ki, onu öldürsünlər. Allah o icazəni onlara verməyib. Ona görə də İsa 33 il cəmaatın içində yaşayıb, 33 il yaşayanda da 3 il Peyğəmbər olub, o 3 ildə də bir iddə insanlar iman gətirmişdilər, amma 12 nəfər xüsusi həvarisi var idi. Həvari, yəni həmişə İsa ilə bir yerdəydilər. Həzrəti İsa Peyğəmbərin o xüsusi hallarından biri ki, başqaları ilə fərqlənir, buydu ki, evlənməmişdi, ta axıra qədər də evlənmədi və o 12 nəfərdə ki, həmişə bundan bir yerdeydilər. Hala mən deyirəm də gecə günüz. Hala mümkündür, bəzi yol günüz olmurdular, bəzi yol gecə olmurdular. Amma bunu deməkdən istəyirəm çatdıram ki, yəni həmişə onlanıdılar. O 12 nəfərin də axırda biri münafiq oldu. Allah insanın aqibətin xeyr eləsin. Böyük ariflərdən birinə deyiblər ki, əgər Allah sənə icazə verə, deyə ki, bugün bir dua elə, onu qəbul eləyəcəyəm. Nə dua eləyərsən? Əgər Cəbrəil gələ xəbər verə, deyə bir dənə dua elə, o qəbul olacaq. Nə dua eləyərsən? Rəhmətlik imamın sözüdür bu. İmamdan soruşublar, İmam Xümeynidən. Deyiblər, əgər sənə xəbər verələr ki, Allah sənin duaların birini istir qəbul eləyər. Bir dənə dua elə. Nə dua eləyərsən? Deyib deyərəm ki, Allahümmə cəl əvaqibə umurina xeyra. İlahi, aqibətimi xeyr elə. Bəzi insanların əvvəli xeyridir, amma axırı xeyrə qutarır. Axırı xeyrə qutarır. Zuheyr ibn Qeyn Kərbəlada axır günlərdə İmam Hüseyn ağaya qoşuldu. Və o izzəti tapdı ki, İmam Hüseyn ağa onun barəsində dediyi söhbətləri adam oxuyanda halı dəyişilir insanın. O əzəmətdə sözlər onun barəsində deyibdi Həzrət. Ya Hürr ibn Riyahi axır saatlarda qoşuldu. Aqibət bixeyr oldu. Bir cür aqibət bixeyr oldu ki, indi İmam Zaman ağa dayanır əsr vaxtı. Hürrün qəbrinin kənarında ağlaya-ağlaya ona salam verir. Aqibət bixeyr ona deyərlər. Amma Şimr Əli əleyhissalamın vaxtında Həzrəti Əli əleyhissalamın kənarında İmam-ı Həsən ilə İmam-ı Hüseyn ilə bir cərgədə düşmanın əleyhinə müharibə edirdi. Axırda bir günə qaldı ki, həmun Əlinin oğlu Hüseynin başını Kərbəlada kəsdi. Ona görə də deyirlər ki, Allah insanın aqibətin xeyr eləsin. Və aqibətin də xeyr olmağı insanların əməllərinə dəxli var. İnsanların əməlləri ilə əlaqədədir.
İnsan bir iş görür bəzən ki, özün saqit eləyir. Allah indi mübahisədən çıxmışıq. Amma eybi yoxdur bu da. Bəzən insan bir hərəkət eləyir ki, o hərəkət səbəb olur, insan həmişə Allahın nəzərindən düşər. Bir dənə hərəkətinə, mərhum Allamə Təbatəbai, mən uşaq idim, onun axır vaxtlarını dərk eləmişdim Qumda. Gənc idik biz, 18, 19, 20 yaşımız var idi, orada məşğul idik dərsə, Allamənin də ömrünün axırları idi. Mən Allamə ilə bir neçə saat bir məclis var idi, orada onun məhzərini dərk elədim. Bu sualı mən ondan soruşdum. Dedim, bəzi insanlar gəlir dünyada yaşayır, amma dünyadan fasıqda gedəndən sonra, kafir fasıq gedəndən sonra Allah buyurur, bu əbədi yanacaq orada. Amma halbuki bu 60 il burada günah eləyib. Əgər 60 il günah eləyib, geçsin orada 60 il yansın. Ömrünün hamısında günah eləsə, bu 60 il günah eləyib. Nə üçün gedir orada əbədi gərək otun içində yana? Allamə çox gözəl fikirlər söhbət elədi mən üçün, bir məsəl verdi. Dedi, 60 il yox, insan bəzən görərsən bir dəqiqənin içində bir iş görər ki, o bir dəqiqə səbəb olar ki, insan həmişə Allahın rəhmətindən uzaq olar. Sonra mən üçün misal verdi. Dedi, əgər bir adam bıçağı götürə, sala gözünün içinə, gözün ovalıya tökə yerə, neçə dəqiqə bu işi görüb? Dedim, bir dəqiqə. Dedi, neçə dəqiqə kör olur? Dedim, əbədi. Dedi, bəniyə? Bir dəqiqə eləyib, qoy bir dəqiqə kör olsun. Bəniyə olmur. Çünki bir dəqiqədə sən bir iş gördün ki, gözü görmək qabiliyyətindən saldın. İnsan bir dəqiqədə, bir gündə bir iş görə bilər ki, özün əbədi səadətdən, o ləyaqətdən saqit eləyər. Ona görə də insanın əməllərinin dəxli var, insanın aqibət bixeyr olmağına, amma duanın da böyük təsiri var. O da həmişə dualarında denən ki, Allahümmə cəal əvaqibə umurina xeyra. Allah işimizin aqibətin xeyr elə. Həzrəti İsa'nın 12 nəfər həvarisi var idi ki, həmişə onunla belə möcüzələri görə-görə, belə Həzrəti İsa'nın fəzailin, fəzilətlərin yaxından müşahidə eləyə, amma axırda nəfs Allah'dı, dünya Allah'dı, şeytan Allah'dı, nə Allah'dı, nə oldu ki, axırda münafiq çıxdı ki, onlar başqa söhbətlərdir, qalsın qıraqda. Həzrəti İsa'nı Quran buyurur, Allah icazə vermədi ki, onu öldürsünlər, yığışmışdılar öldürələr. İstəyirdilər ki, səlibə çəkələr, amma Allah onu apardı göyə və indi də yaşayır, indi də diridir. İmam Zaman ağa zuhur eləyəndən sonra Allah onu gətirəcək yer üzünə, İmam Zaman ağanın mavinlərindən, köməkçilərindən biri olacaq. Və İmam Zaman ağa Məsihiyyət üzrə onu özünə mavin eləyəcək və onun vasitəsilə Məsihiyyəti İslama dəvət eləyəcək. Bu həzrət Quran buyurur, və ma qətəluhu və ma sələbuhu və lakin şübbihə ləhum. Nə bunu öldürə biliblər, nə səlibə çəkiblər, lakin başqa adamı onun yerinə tutub öldürüblər, elə bilirlər İsa'nı öldürdülər. Onlar İsa'nı öldürməyiblər. İsa yaşayır. Ömrünün axırında da Şəmun peyğəmbər onun vəsisi idi. Çünki hər peyğəmbərin vəsisi var. Vəsisiz peyğəmbər yoxdur. Həzrəti Adəmin vəsisi var, Həzrəti Nuhin vəsisi var, Həzrəti Musa'nın canişini var, Həzrəti İsa'nın canişini, hamısının vəsi və canişin var idi. İslam peyğəmbəri də ki, xatəmi ənbiyadır, o da vəsi təyin elədi və dünyadan getdi. Bu ki, peyğəmbər vəsi təyin eləməyə dünyadan gedə, bu heç kitabda yoxdur ki, peyğəmbər vəsi təyin eləməyib. Bir dənə kitabda əgər tapa bilsələr ki,
gətirələr, deyələr, Peyğəmbər yerində adam qoymadı getdi. Hamı deyir qoydu. Amma sonra dedilər ki, məsləhətdir. Məsləhətlərin mənası budur ki, yəni Peyğəmbər bir sözdür deyib da, mən indi belə eləyəcəyəm. O mənası belə çıxır da, o nə olar? Deyib da, nə olsun ki deyib. Çox da deyib. Amma mən belə məsləhət görürəm. Yaxud gətirələr bir dənə kitabda, laf zəif kitabların birində gətirələr, deyələr ki, Peyğəmbər başqasını təyin eləyib. İndiyəcən bu söhbəti heç özləri də demirlər. Ki, deyələr, Peyğəmbər filankəsi demişdi ki, sən mənə canişin olacaqsan. Amma sonra əlini canişin elədi. Sən belə bir söz tapıb gətirələr, bu yoxdur. Hamı bilir ki, əlini Peyğəmbər canişin təyin elədi. O alimlər ki, onlar cinnilərlə əlaqələri var, cinnilərlə. Cinnilər diridirlər də, yaşayırlar. Allah yaradıb da onları. Quranın ayələrində də, müxtəlif ayələrdə də biz onu oxuyuruq da, siz də oxuyursunuz, biz də oxuyuruq. Deyir, mən onlardan soruşdum, dedim ki, sizin də içinizdə müxtəlif firqələr var. Məsələn, necə müsəlmanlarda, insanlarda var. Məsələn, Hənəfi, Şafii, Həmbəli, ya məsələn, Şiə, Sünni, bunlar var. Dedi, yox, bizdə hamımız Şiiyik. Dedim, hardan oldu bu? Dedi, çünki bizdən Peyğəmbərin Qədir Xumunda bir iddə cinnilərdən orada vardılar. Onlar gəldilər, şəhadət verdilər ki, Peyğəmbər belə dedi. Onların sözünə də hamı inandı, heç bir ixtilaf indi bizim içərimizdə yoxdur. Hətta dedi, çünki onlar uzun ömürlüdülər onlardan. Cinnilər bizim kimin deyir, 50-60 il yaşaya başın qoya yerə. Həzrəti Nuh kimin, Həzrəti nə bilim, o Peyğəmbərlər kimin ki, o vaxtki insanlar kimin ki, 500 il, 1000 il, 1500 il yaşayırdılar. Deyir, dedi ki, Qədir Xumu görən cinnilərin bəzisi hələ yaşayır. Yəni, Nuhun ömrünün yarısı qədər olar da, elə də çox təəccüblüdür. Deyir, onlardan hələ bəzisi indi yaşayır, o görənlərin. Bizim içərimizdə görənlər var, nə üçün biz başqa firqələri mümkündür bizdə. Onlar görüblər də, gəliblər, deyiblər də və elə onun ilə də biz gedirik. Hər halda. Həzrəti İsa Şəm'un adında bir insanı özünə vəsi təyin elədi. Dedi, məndən sonra sən mənim şəriətimi, mən gətirən dini sən təbliğ eləyərsən. Şəm'un da onu təbliğ elədi. Əlbəttə başqaları da var idi. Həzrəti Yəhya da sonraki dünyaya gəlmişdi. O da qoşulmuşdu onlara. Həzrəti Yəhya da İsa'nın şəriətini təbliğ eləyirdi. Ta İslam Peyğəmbəri gələnəcək. 570 il İslam Peyğəmbərinin viladətindən qabaq Həzrəti İsa dünyaya gəlmişdi və 40 ildə Peyğəmbər dünyaya gələndən sonra İsa'nın dininə cəmaat əməl eləyirdi. Çünki Peyğəmbər 40 yaşında Peyğəmbərlicə təyin oldu. Cəmisi olar neçə il? 610 il. 610 il Həzrəti İsa'nın gətirdiyi şəriətə əməl olub. Tayin ki, Peyğəmbər, İslam Peyğəmbəri zuhur elədi və zuhur eləyəndən sonra da onun şəriətinə əməl oldu. Həzrəti İsa'nın adı Quranda 25 dəfə İsa adı ilə gəlib, 11 dəfə də Məsih adı ilə gəlib. Həzrəti İsa'nın anası Məryəmdir və Məryəmin də adına Quranda bir dənə surə nazil olub ki, və Məryəmin o surədə nə qədər tərifi var ki, Allah Məryəmin adı ilə Məryəmin nağılların və təriflərin buyurur. Həzrəti İsa'nın möcüzələrinin barəsində ən böyük möcüzələrindən İsa'nın ki, Quranın ayəsindən oxuyacaq 5 dənədir, özü oxuyur. Amma o 5 dənədən qabaq budur ki, İsa möcüzə yolundan dünyaya gəlir. Və yer kürəsində hələ ikinci adam yoxdur ki,
o cür dünyaya gəlsin. Bir də nə var ki, ondan da mühümdür. İsa'nın atası yox idi. Həzrəti Adəmin nə atası, nə anası. Ona görə də Quran buyurur, İnnə məsələ İsa kəməsəli Adəm, xələqəhu min turab. İsa'nın məsəli Adəmin məsəlidir. Lakin İsa'nın anası var idi, atası yox idi, 50%. Amma Adəmin nə atası yox idi, nə də anası yox idi. Xələqəhu min turab. Onu birbaşa torpaqdan yaratmışdı. Uzun nağılı var, mən onlardan keçirəm ki, 2 bacıydılar, Həzrəti Məryəmin anası. Birinin adı Hinnə, birinin adı Əşya. Bu 2 bacıydılar ki, bunlar ailə qurdular. Biri Zəkəriyya Peyğəmbərin yoldaşı idi, biri də İmran Peyğəmbərin yoldaşı idi. İmran. Bunlar heç birisinin evladı yox idi. Nə bunun, nə onun. Amma Hinnə bir gün oturmuşdu, İmranın yoldaşı. Oturmuşdu, baxırdı belə çölə, gördü bir dənə quş öz balasını gətirib, ağzı ilə ona dən düzəldir, verir, qoyur o balasının ağzına. Bu uzaqdan o hadisəni müşahidə eləyəndən sonra analıq məhəbbəti bunun ürəyində coşdu. Coşandan sonra orada nəzr elədi. Dedi, ilahi, mən nəzr elirəm, sən mənə bir evlat ver ki, mən də o evladı apararam Beytül-Müqəddəsdə, qoyaram xadim işləyər. Xidmətçi işləyər. Beytül-Müqəddəs ki, Əl-Anqudsudadır, müsəlmanların ilk qiblələridir. Həmən Beytül-Müqəddəsdə nəzr elədi ki, mən uşağımı qoyaram orada. Bunun o anıda duası qəbul oldu, duadı da bir də görürsən bir ana düşdü ki, Allah qəbul elədi. Bəzən də məsləhət bilmədi, qəbul eləmədi. Onun duasını qəbul elədi, o hamilə oldu, ondan sonra uşaq dünyaya gətirdi, Məryəm xanım dünyaya gəldi, onun nəzərində bu idi ki, bəlkə oğlan olsa bu işi görəcəkdi. Amma Məryəm qız dünyaya gələndən sonra apardı bu qoydu Beytül-Müqəddəsdə və Məryəm Beytül-Müqəddəsdə həm iş görürdü, həm də ibadət eləyirdi. Zəkəriyya Peyğəmbər də onu öhdəsinə almışdı, onu idarə eləyirdi. Məryəmi Allah Zəkəriyyanı da ki, həmişə gedib görürdü, Məryəm yaxşı ibadət eləyir. O da həvəs elədi ki, bir dənə onun evladı olsun və o da Allaha yalvardı və Allah ona da bir evlad verdi. Hunalikə də'a Zəkəriyya Rəbbəh, qalə Rəbbi həbli millədunkə zürriyyətən təyyibə. Zəkəriyya Allahdan istədi, pak bir zürriyyə. Allah eşidəndi və onun duasını qəbul elədi. Allah Zəkəriyyaya da Yəhyanı mərhəmət elədi. Ali İmran surəsinin 37-38-ci ayələrində biz bunları oxuyuruq. İndi buradan başlanır. Günlərin birində Məryəm ibadətə məşğuldur, yaxud çıxıb məsciddən, Beytül-Müqəddəsdən çıxıb. Gecə vaxtıdır. Çıxıb, həm Ali İmranda, həm Məryəmdə bu ayələr var. Mən İzqalətil mələikətü ya Məryəm, İnnəlləhə yübəşşiruki bi kəlimətin minhu ismuhu əl-Məsih İsə ibn Məryəm. Allah sənə bir oğlan verəcək, onun adı İsa Məsihdir. Vəcihən fid-dünya vəl-axirə. Həm dünyada onun hörməti, həm ahirətdə. Və minəl müqərrəbin, və Allahın yaxın bəndələrindən olacaq. Və yükəllimun nas fil məhd, uşaqlıqda beşikdə danışacaq. Və kəhlən, böyük olandan sonra da vəhy vasitəsi ilə danışacaq. Və minəs salihin, və salih bəndələrdən olacaq. Məryəm baxdı, qalət Rəbbi, ənna yəkunu li vələdun. Necə ola bilər mən uşaq doğam
Və ləm yəmsəsni bəşərun. Halbuki mən ailə qurmamışam. Heç bir insanla mən təmasda olmamışam. Qal, kəzalikəllahu yəxluqu ma yəşa. Bəli, Allah istəsə eləyər belənci. İza qəza əmrən fə innəma yəqulu ləhu kun fəyəkun. Bu Allahın buyurduğudur, əmridir və Allah istəsə buyurar kun fəyəkun. Ol, o da olar. Dayı bu cür deyir ki, Allah deyə ol, o da otura məsləhətləşər ki, hələ olum ya olmayın. Hər gün Allah günə desə çıxma çıxmayacaq. Aya desə batma batmayacaq. Necə də ki Əli əleyhissalama günəşi qaytardı bir dəfə. Necə də ki ota dedi İbrahimi yandırma. Necə də ki qılınca dedi İsmaili kəsmə. Nə desə o itaət eləyəcək. Məryəm məşğuldur ibadətə. Onda gördü ki hala məlakədir, Cəbraildir, bəzi adam yazır Cəbraildir, bir göçət cavan oğlan surətində gəldi bunun yanına. Bu istədi Məryəmlə yaxınlaşsın, Məryəm qorxdu. Və ona dedi ki, mən Allaha pənah aparıram. 18-ci ayədi. Qalət inni əuzu bir-rəhman. Mən Allaha pənah aparıram səndən. İn kuntə təqiyya. Əgər sən də təqvalısan, yaxınlaşma mənə. Amma o cavab verdi. Dedi ki, innəma ənə rəsulu rəbbik. Məni Allah göndərib. Liəhibə ləkəğulamən zəkiyya. Tain ki mən sənə bir dənə pak və pakizə evlad mən istəyirəm, Allah istəyir sənə mərhəmət eləsin. Qalət ənna yəkunu liğulamun. Necə ola bilər məndən uşaq dünyaya gəlsin? Və ləm yəmsəsni bəşərun. Heç bir insanla mən təmasda olmamışam. Və ləm əku bəğiyyən. Və mən də günahkar insan deyiləm. Təsəvvür eləyəsiniz ki, mən gedib günah eləmişəm. Qalə kəzalikə. Bəli, belədir. Qalə rəbbukə huvə ələyyə həyyinun. Amma Allah deyir ki, narahat olma. Bu iş mənə çox asan bir işdir. Və linəcələhu ayətən linnas. İstəyirəm bunu möcüzə kimi bütün insanlara öz ayəmi göstərəm ki, nişanəmi görələr mənim. Və rəhmətən minna və kanə əmrən məqziyya. Və bu Allahın buyurduğudur. Bu olacaq, buna çarə yoxdur. O halda Məryəm hamilə oldu. Öz də hamilə olandan sonra 9 ay gözləmədi uşaq doğar. Bir gecənin içində həm hamilə oldu, həm də dünyaya uşağı gətirdi. Əgər 6 ay keçsəydi ki, cəmaatın ağzını bağlamaq olmazdı. Hələ bir gecənin içində olmuşdu ki, cəmaatın əlinə fürsət düşmüşdü, hər nə danışırdılar. Tain ki, o haldaydı ki, Məryəm istəyir uşaqdan azad olsun, özünə. فَأَجَاءَهَا الْمَخَاصُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا. Məryəm yaxınlaşdı bir dənə xurma ağacına, özünə danışır. Deyir ki, kaş öləydim mən. Bu nə hadisədir mənim başıma gəldi? مِتُّ قَبْلَ هَذَا. Kaş bundan qabaq öləydim mən. Və kuntu nəsiyən mənsiyya. Məryəm surəsinin 23-cü ayəsidir. Kaş mən ölərdim, mənim adım batardı. Heç kim məni tanımazdı ki, mən adında bir insan var. Bu nə idi mənim başıma gəldi? Bu halda uşaq dünyaya gəldi və anasına cavab verdi. Quran belə deyir, 25-ci ayədi Məryəm surəsi. Fənadaha min təhtiha. Uşaq yerə düşcəyin, hələ Məryəmin ayaqlarının altındadır, İsa cavab verir. Fənadaha min təhtiha, əllə təhzəni, narahat olma. Qəd cəalə rəbbuki təhtəki səriyya. Allah sənin ayağının altında nəhrilər, arxlar qərar verib, sular gedir. Və huzzi iləyki bi ciz'in nəxlə. Ağac görürsən ki, quru ağac idi. Bir anın içində göyərdi, bir anın içərisində də xurma gətirdi. Onlardan silkələ ağacı, tökülsün xurmalar,
tusqit aleyki, xurmalar tökülsün yerə, rutəbən cəniyya, gözəl xurmalar, tayin ki, sən ondan istifadə eləyəsən. İndi Məryəm uşağı alıb qucağına, gəlib cəmaatın içinə, gəldi, da gördülər də, biri gördü, ikisi gördü, hay düşdü. Hay düşəndən sonra da özü cavab vermir. Quran deyir ki, 29, 30, 31-ci ayələrdir, 32, 33 Məryəm surəsi. Fəəşarət iləyh, Məryəm cavab vermədi. Da bilirsiniz, da belənçi bir hadisə ola, bir dənin əlinə necə girəvə düşər? Allahdan gəzir ki, bir söz tapsın desin, düşmənlər, müxaliflər. İndi gör, Məryəm belə bir haldadır, nə deyəcəklər onun barəsində? Hər nə dedilər? Fəəşarət iləyh. Əli ilə işarə elədi. Qalu keyfə nükəllim mən kanə fil məhdi səbiyya. Dedi, ondan soruşun, bax, bu uşaqdan soruşun. Nə olur? Onlar dedi, axı biz necə danışaq? Bu uşaq ki, balaca bir uşaqdır. Sən nə deyirsən, nə danışırsan, biz kiminlə danışaq? Qal, cavab verdi. İsa danışdı. Onlar deyir, biz bununla necə danışaq, bu uşaqdır. Uşaq onun qucağında cavab verir. İnni Əbdullah, mən Allahın bəndəsiyəm. Ataniyəl kitab, Allah mənə kitab nazil eləyəcək. Və cəaləni nəbiyya, Allah məni peyğəmbər qərar verib. Və cəaləni mübarəkən, Allah mənim ömrümə bərəkət verib. Əynəmə kuntu, hər yerdə olsam, Allah mənə bərəkət verib. Və ovsani bis salat və zəkat, Allah mənə vəsiyyət eləyib, namaz qılam, zəkat verəm, madumtu hayya, madam ki diriyəm. Və birrən bi validəti, və Allah mənə əmir verib ki, anama yaxşılıq eləyəm. Day valideyn demir, çünki iki deyir axı, bir dənədir. Və ləm yəcəlni cəbbarən şəqiyya, Allah məni mütəkəbbir eləməyib və öz rəhmətindən də uzaq eləməyib. Vəssalamu aleyyə yevmə bulidtu, salam olsun mənə dünyaya gələn günü və yevmə əmud, və dünyadan gedən günü və yevmə ub'asu hayya, və o günü ki, Allah yenidən bizi qəbirdən dirildəcək. Bu üç gün bilirsiniz ki, insanın talihində ən mühüm üç dənə bu gündür ki, bir gün dünyaya gəlir, bir gün dünyadan gedir, bir gün də dünyadan gedəndən sonra təzədən diriləcək. O üç dənənin üçünə də salam verir. Həzrəti İsa özü cavab verir və o cavabla da cəmaatın ağzı bağlandı. Ondan sonra da ki, Peyğəmbər oldu, Peyğəmbər olandan sonra ayə oxudu. Dedi, mən 5 dürə sizə möcüzə gətirəcəyəm. O 5 dürənin biri budur ki, mən palçıqdan sizə quş düzəldirəm və siz onu görürsünüz, sizin yanınızdan mən ona ruh verəcəyəm, o diriləcək, uçacaq. Mənim möcüzəmin biri budur. İkincisi budur ki, dünyaya kör gələn insanın mən göz verirəm. Üçüncüsü budur ki, müxtəlif xəstəlikləri olan insanlara şəfa verirəm. Dördüncüsü budur ki, ölənləri dirildirəm. Beşincisi də budur ki, hər kəs evindən nə yeyib gəlib, mən deyim nə mənə yeyib gəlib. Deyim nə mənə yeyib, nə xədə yeyib, nə xədə də evində artıq qalıb o yeməkdə. Bax, onların hamısını mən sizə deyirəm. Əgər sizdə də imkan var, bu möcüzələrdən eləyin. Ali İmran surəsinin 49-cu ayəsində bu 5 dənəni Həzrəti İsa elan elədi ki, əyyuhənnas, mən gəlmişəm və bu möcüzələri də özümlə gətirmişəm. Ondan sonra da ki, bir-bir o dediyi möcüzələri cəmaata göstərdi. Allahümmə inna nəsəlükə və nəd'uk باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا الله
İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. İlahi izzətimizi əlimizdən alma. Ölənlərimizi qəriq rəhmət elə. Aqibətimizi xətmi bi xeyr elə. Pərverdigara günahlarımıza qələmi əfv çək. İlahi xəstələrimizə şəfa inayət elə. Axir Ramazanımız qərar vermə. Bu Ramazanın feyzindən bizi bi nəsib eləmə. Allahlığın xatirinə xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamımızdan razı elə. Həzrətin zuhurində təcil elə. بحق محمد وآله وبحق سورة المباركة الفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. بسم الله الرحمن الرحيم.